Juli Sezar Romada əlində amper gəlib. Arximet Lütfanada həcmi tapıb dincəlib. Timi üçün avtobusda Einsteinə yer verib. Ətalət qanunu Newton kəşf edib. Ətalətin bu mu dünya? Ətalətin bu mu dünya? Bu nə şeydir? Bilmirəm də başımı qarışdırmışsınız da. Birimiz deyir ki, tarixçi ol, birimiz deyir fizik ol. Mən bilmirəm, mən neyniyim. Fizik nədir? Sən dədən kimi tarixçi olmalısan. Sən keçmişi də gələcəyi də əzbər bilməlisən. Nə demək istəyirsən? Sən tarixi başdan ayağa əzbər bilirsən də, hə? Mən tarixi başdan ayağa əzbər bilirəm. Soğuş Səfəvilər dövləti neçənci ildə qurulub? 1501-ci ildə. Soğuş Qavqamela döyüşü neçənci ildə olub? Eramızdan əvvəl 331-ci ildə. Toyumuz nə vaxt olub? Hə də, hə? Bizim toyumuz tarixə düşməyib. Niyə? Bizim toyumuz YouTube'a düşüb. YouTube'a niyə? Dədən toyda içdi, o xalan oğlunu qucağına aldı, şalvarını cırdı, təzdən qaytardı, qoydu yerə. Sənin necə tarixçi olduğun məlum oldu. Ona görə də sənin əlimə pul verib dükana göndərə bilmirəm. Harada tarixi keçmiş mallar var, alıb yığıb gətirirsən evə. Güya sən yaxşı fiziksən, ha? Güya sən yaxşı fiziksən. Səndən mən cazibə qüvvəsi alanmıram, Bəs nə alırsan? İtələmə qüvvəsi, ancaq özündən itəliyirsən məni. Ayda, ata, ana, xahiş edirəm də bəsdir də dalaşırız. Mən də tarixçi olacağam, ya da fizika müəllimi. Mən müğənni olacağam. Səndən soruşan oldu, ay neçəsidir? Mən ciddiyəm, mən müğənni olmaq istəyirəm. Bala, müğənni zadına da. Sənin yaşında Şah İsmail Xətai taxta çıxıb dövlət qurub, dövlət idarə eləyib. Arvad, sən bu Newtonun qanunlarla oturub durmaqdansa, mənim qanunlarla oturub dursaydın, bizim ailəmiz indi belə olmayacaqdı. Belə olmayacaqdı bizim ailəmiz. İndi mən burada görürəm ki, siz mənə qulaq asmırsınız, mənim öz fikirlərimə hörmət eləmişsiniz. Mən gedirəm, sağ olun. Hara getdi? Gördün neynədin? Dediyimi deyirsən, höcətsən başdan ayağa. İndi bəs neyniyək biz bu uşağa? Sən narahat olma, mənim bir dənə planım var. Nə plan? Uşağı mühasirəyə alıb ya döyəcəksən, ya danlayacaqsan, hə? Yox, molekullara parçalayacağım uşağı. Var da bir dənə planım var. Bizim kətdə bir dənə müğənni var idi. İndi zəng eləyəcəm, onu çağıracam, gəlsin uşağa nə lazımdırsa öyrətsin, uşaqla məşğul olsun. Dayan bir dəqiqə. Alo. Hacam Mahir qardaş. Qoy bir dəqiqə saxlayın, o gəlinə deyirəm, sən sakit dursun. Nətənsən el oğlu, nə var, nə yox? Sağlığınız sağ ol Mahir, sən nətəsən qardaş? Sağ ol, qadan alaram, yaxşıyam. Gör nə deyirəm, mənim sağ bir işim düşüb. Hacam, nə iş? Bircə saatlıq bizə gələ bilərsən, narahat olma, 50 manatda pul verəcəm sağa. 60 verəsi olmasa dəqiqəsindən bir manat düşdün də, başına dönərəm. Yaxşı da gəl, bir şey fikirləşək. O gəlin şeydin, deyin onun əlini dərsin, Fatimi'nin gelsin, toy qaldı sabaha. Getmən qardaşım sağır. Qapıda duran mənəm mən, boynunu vuran mənəm mən. Qapıda duran mənəm mən, boynunu vuran mənəm mən. Qadoy alan mənəm mən, başıva dönən mənəm mən. Qadoy alan mənəm mən, başıva dönən mənəm mən. Mən ad boy verməmişsən, nətər gəldin, çıxdın? El oğlu 60 manat az pul deyil, toy 30 manata aparırdım. Nətərsən sənətkar, nə var, nə yox? Sənətkar nə də? Sənətkar sözüm mənə deyəndə, həmişə başıma nəsə iş gəldi. Sən şirin dilə salıb mənə döyməyə çağırmışsan da. Yox, sənətkar, yox. Sənətkar nədir ya? Hadi sənətkar da, sənətkar deyilsən sən. Yükləmə də məni, sənətkarla toy aparım, toy oxuram. Yaxşı, nə var, nə yox, yaxşılıqdır mı? Yaxşılıq şükür. Deyirəm, müəllim, bu bizim bir uşaq var, müğənni olmaq istəyir. Səni çağırdım ki, gələsən bir, özün onunla bir məşğul olasan, sənətkar adamsan. Demə də, o söz demə. Yox, sənətkar deyil. Qardaş, Hacı, səndən bir dənə söz soruşacağım. buyur bacı. Sənin adın nədir? Mənim adım elə, ən sevdiyim müğənninin adıdır mənim adım. Nədir adı? Gülpəmbə. Gülpəmbə? Gülpəmbə musiqi adıdır, mahnı adıdır daha doğrusu. Özü də onu rəhmətli Barış Manço oxuyub. Nə deyir ya? Barış Manço rəhmətə də gedib hələ bir. Mən elə biləm Barış Manço mahnının adıdır. Deyirəm Gülpəmbənin deyə bir də mahnısı var burada Barış Manço. Yəni elə bildiyin odur. Barış Mançonun mahnısıymış Gülpəmbə. Qardaş, bu Hacı. bizim arvad səni yaxşı tanımır. Sən bir o gözəl səsindən oxu bizi Feyzə belə, arvad da görsün də onu. Baş usta. Oxu.
Anam, anam, anam benim çok sevinir. Anam benim, anam, anam, anam benim çok sevinir. Anam benim, lay lay diyerdi yatanda, arzulara biz satanda. Arkamızda su atanda, anam benim, hey. Sağ olun bala, mən getdim. Anam köçdü. Anam nədir, bu manıyla sənlə gəlinlər götürmüşəm mən. Mən köçdü bu. Nanam hara getdi? Dəymə, qoy getsin, işin olmasın. Oğlum, tanış ol, bu Gülpəmbəmindir. Nə deyirsən başına? Tamam. Biz ananla fikirləşdik, qərarlaşdıq ki, sənin bu ixtisas seçib və hörmətlə yanaşaq. Ona görə də bu Gülpəmbəmini çağırdım ki, özü səndən məşğul olsun, özü bir səndən danışsın, nə lazımdır bu sənətin sirlərini zadı, hamısını sağ öyrətsin. Çox sağ olun, çox sağ olun. Sağ olun, necəsiz? Salam, patlatacağım sən. İndi biz gedirik, müəllim, sən özün məşğul ol, sonra söhbət eləyərik. Başlayın. Getdik. Oğul bala, bərcəl məşğələmiz başlasın. Deməli, musiqidə birinci bilirsən adama nə lazımdır? Sol açarı. Yox, açar nə, doğruğa gibi, açar neyinsən. Bəs nədir? Birinci bizə lazımdır Mbappe. Mbappe. Bəli. Mbappe Real Madriddə oynamır. Yox, musiqidəki Mbappe. Mbappe. Bunu bilmədin, elə bir ki, mahnıya girənmədin. Də Başa tutuzduram. düşdüm. İkinci bizə nə lazımdır? Stoyka. Stolka nədir ki? Stoykanı bax öyrədim. Qabağa gəl. Gəldim. Sağ ayağı yerə bərşidirsən, sıxırsan möhkəm. Sol sağa 45 dərəcə belə. Sol əl boş, sərbəst. Sağ olur nə? Sağ olur xalastoy. İşləyir. Bəs sol əl niyə boşdur ki? Ona görə ki, sol əl bax muzikantlara işarə eləyir ki, mahnını saxlayın, tempi qaldırın. Bir də cəmaatdan şabaşsan gəldi, alırsan, yığırsan cibinə. Belə şaqqalıysan. Bəs sağ əl? Sağ əl xalastoydur da bax. Bu nə deyə müəllim? Elə bu ağcaqanad vızıldayır. Ağcaqanad vızıldır nədir? Sən müəllimin üzünə ağ olursan, görürəm oxumağı öyrənibsən. Mənə bir dənə mi ver. Mi, Bir dənə do ver. do, Bir dənə su ver. su. Mənim su deyə not var. Yox, boğazım qurudu, su istəyirəm. Şimdi özümə gəlib dərsə başlayaq da. Müəllim, siz dəqiq musiqi müəllimisiz. Ona söz başa düşmədim. Nətər elədim? Liboy mahnını deyirəm, mən sən 30 saniyə öyrədim. Sarı gəlin. Sağ gəlin. Həqiqətən sənət əsəridir, gözəl seçimdir. Ağza fikir ver. Bir aləmsən sarı gəlin, gül çiçəksən sarı gəlin, dürdanəsən sarı gəlin, bir danəsən sarı gəlin. Yox, müəllim, mən o sarı gəlini demirdim. Mən bu sarı gəlini deyirdim. Hansı? Saçın ucun hörmezler, gülü sulu dermezler, sarı gelin. Təzə çıxıb bu mahnı, mən bunu eşitmədim. Mənə toyda sarı gəlin deyən kimi o mən oxuduğumu oxuyuram. Siz musiqi notu nədir bilirsiniz? Niyə bilmirəm ki, dünyada 11 not var, 9 Azərbaycanda. Müəllim o iqlim tipi deyə. İqlim tipi, o müğənnidir, təzə çıxıb tanımıram. Hara xarici müğənnidir o, iqlim tipi. Nətər gedir dərsiniz? Əla, çox götürümlü uşaqlı, çox qabiliyyətli uşaqdır. Bu elə bomba bir müğənni olacaq. Bomba müğənni olacaq nə də? Nə olsun? Bomba olsun, prosta bomba. Güzel Bomba müğənni. olacaq. Müğənni zad nədir? Nə danışır bu? Sənin tapdığın, qurduğun plan bundan artıq olmayacaq ki. Bu kimdir? Psixoloqdur. Mən çağırtdırmışam. Deyirəm, bəlkə uşağı başqa sahəyə yönləndirdi. Bu da mənim planımdır, bildin? Gəldim. Oy xanım, xoş gəlmisiniz, buyurun. Salam Nəzakət xanım. Salam. Oğlunuz artıq böyük oğlandır ki. Elədir xanım, maşallah. Oğlum artıq özünə ixtisas seçəcək qədər böyüyüb. Hətta, oğlum nə olmaq istəyirsən? Mən müzisyen olmaq istəyirəm, müğənni. Oo, nə yaxşı. Yox, nə yaxşı deyənlər ki, o dədəsi kimi tarixçi olacaq. Maraqlıdır. Siz niyə tarixçi olmusunuz ki? Çünki mənim atam da tarixçidir, babam da tarixçidir, babamın babası da tarixçidir, babamın babasının 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 babası da tarixçidir. Elə tarix sizdən başlayıb ki. Herodotun nəslindən siz.
Nəzakət xanım, siz nə işlə məşğulsuz? Mən fizika müəllimiyəm. Fizika müəlliməsi. Onda yəqin sizin atanız da fizik olub. Yox, onun atası şizik olub. Çox xahiş edirəm, atam barədə belə danışma, Mahir. Adı atan şizofren idi də. Özü də padvalı laboratoriya eləmişdi. Deyəsən yadından çıxıb o qida təhlükəsizliyə getdiyi, gəldi atavı tutdu, apardı, cəlmələdi. Bir də baxdılar ki, padvalda saxta araq düzəldi. Bu söhbətin yeri deyil də cəmaət içində. Və harada da bu söhbətin yeri? Amma belə bir məsələ var ki, əziz valideynlər, sizin oğlunuz elə-belə müğənni olmaq istəməz. Yəqin ki, sizin genlərinizdə musiqi ilə maraqlananlar olub. Yox bacım, mən elə həmişə tarixçi olmaq istəmişəm. Avaq tarixçi olmaq istəmirsən, tanımıram gözəli. Yox da yaxşı da, nə olub, sevmişəm də mən həmişə. Mahir, yaxşı da, sən də öldün. Kənddə mənim ansamblımda rəqqas idin da, oynuyordun. Nə özünü dağıtırsan? Nə? Yaxşı da, yaxşı, söhbətə şeylə. Olan deyirəm da, Mahir. Yaxşı, heç. Pencəyini saxlamışam, Sən mən pencəyimi niyə sevgililər kimi hələ də saxlamısan? Yadında o vaxtı bir qızla nişanlandın, sən əskər gedəndə qız səni gözləmədi. Arvad eşitməz. Qardaşın səni nətər gözlədi əskərlikdə olanda. Bildim ki, bir gün qaydasın. Dəl o pencəyi açıb verib. Eləmə. Açacam, nətər? Eləmə. Yaxşı da Gülpəmbə. Bax pencəyinə, ala bunu geyib. Gülpəmbə eləmə. Geyib. Az danış kəslərinə. Gülpəmbə eləmə. Mahnımızı qoşuram. Qoşma. Qoşuram. Qoşma Gülpəmbə. Mahir qoşuram. Gülpəmbə qoşma. Mahir qoşuram. Gülpəmbə qoşma. Mahir qoşuram. Mahir. Ay Qoşdum, Mahir. Mahir. Mahir, gəl bir rəqs elə. Mahir, gəl. Mən saxla. Ay vay. Saxla, mən qocalmışam. Telefondan da düşdü. Mahir. Mahir, yüngül qocalıbsan, əvvəl lap tullanır. Bax, burada bu kimi tullanırdılar. İndi ağım belə qaldığında şalvar cırılır. Ata sən əvvəllər rəqqas olmusan? Mən rəqqas olmaq istəyirdim. Amma baban dedi ki, yox. Sən də gələk mənim kimi tarixçi olasan, ona görə də mən tarixçi oldum. Düz deyibmiş də. Qurban olum, bir də belə rəqslərə oynamaq çox iyrənc görünürsən, Mahir, eləmə. Qurban olum. Az yaxşı. Mən səni bu rəqsimlə ovlamadım mı? Universitet tədbirində sən nağara çalan, mən də rəqqas olmadım mı? Yaxşı. Sən bu mahnı ilə mən səni ovlamadım mı qız? Ovladın igidim, ovladın. Sən nağara çaldın. Mən əlimdən belə eləyib ritmi qaldırmadım mı qız? Onu da elədi. Sən niyə gülürsən qız? Qız! Yalnızı qutar da bu tamaşa, lağar da. Ayıb da. Nə bilim. Ana, səncə nağar inşaatçı olmusan? Bala dağıdırdın ağarada. Daha söhbətin üstü açılıb deyim də, həvəsim var idi. İntası nənə baba qoymadı da, mən də məcbur oldum. İndi bir dənə siz mənə qulaq asın. Bu deməkdir ki, sizin valideynləriniz istədiyi sənədə qoymayıb. Düz deyil? Düzdür. Siz də mənə qoymursunuz ona görə. Bala, biz sənin xoşbəxt olmağı istəyirik. Mən o vaxt xoşbəxt olaram ki, mən istədiyim sənədlə məşğul olaram. Mən balam, qulaq as. Biz istəmirik ki, sən bax bu cür savadsız müğənnilərdən olasan. Başıma dön. Bacı məni indi tanıdı ha, bəzə. Baxdan sənətkara. İndi tanıdı mən. Mən onsuz da bunun kimi savadsız olmaq istəmirəm ki. Əynin qotdu savadsız. Mən bu işin təsirini almaq istəyirəm. Mən konservatoriyaya daxil olmaq istəyirəm. Mən bu işin peşəkarı olmaq istəyirəm. Mən Azərbaycan xalqını təmsil eləmək istəyirəm. Canım balam. Gördüyünüz kimi burada artıq mənə ehtiyac yoxdur. Oğlunuz da öz seçimini edəcək qədər
sağlam düşüncəli bir gəncdir. Mən düşünürəm ki, psixoloq sizin özünüzə lazım imiş. Mən getdim, sağ olun. Deyirəm Mahir, Hə. Bacın Ağabey ifaçısı, sən rəqqas, ansamblımız hazırdır. Rayonda bir qəşəng toy tutmuşam. Ansambl yığanmam. Nə olar, gəl gedək. Yox, mən aparım. Yola verək də o toyu. Yox, mən aparım. Nə olar, gəl. Yox, mən Mahnımızı aparım. qoşacam. Yox, mən aparım. Mahnımızı qoşacam. Albət, mən gedəsi oldum. Mahir, oynuyor Albət, necə? mən gedəsi Mahir, oldum. oynuyor necə? Hara? Albət, mən gedəsi oldum. Mahir,